Herkese selam, kanalıma hoş gelmişsiniz kızlar, necəsiniz? Bugün kızımla bir yerde doyumlu mərci şorbası hazırlayacağıq. Evde olanlarla çok lezzetli olur. İlk önce bize lazım olan bir stəkan mərcidir, bir adet kartof, kub doğranmış, bir adet soğandır, bunu da xırda doğrayırıq, bir yemək kaşığı kərə yağı, bir yemək kaşığı tomat pastası. Ədviyyat olaraq da mən duz, istiot və quru nanədən istifadə edəcəm. Bu isteğe bağlıdır. İstəyən digər ədviyyatlardan da istifadə edə bilər. İlk öncə qazanımıza yağı tökürük. Yaxşı əridikdən sonra xırda doğradığımız soğanımızı əlavə edib qızılı rəng alana qədər qovururuq. Qovurduqdan sonra kartofumuzu və mərcimizi əlavə edirik. Üzərinə 5 stəkan su töküb qaynamağa qoyuruq. Yeməyimiz 20 dəqiqə qaynamalıdır. 20 dəqiqə qaynadıqdan sonra duzumuzu və istiotumuzu əlavə edirik. Duz və istiot tökdükdən sonra ən azı 5 dəqiqə yenidən qaynamalıdır ki, bütün yeməyin dadı, duzu bir-birinə keçsin. Ən sonda da mənim minnət qızım öz əllərinə yeməyimizin nanə qurusunu tökür və qarışdırır. Herkese hoş izlemeler, nuş olsun.